Hər şeirin bir tarixçəsi var, Vasif. Musa Yaqub bir şeir yazmışdı. Allah rəhmət eləsin, ruhu şad olsun. İndi artıq deyə bilərəm də, çünki illər keçib. Əvvəllər deyə bilmirdim. Şeirin açmasını deyə bilmirdim. Amma inanın ki, birinci dəfədir, bax deyirəm efirlərdə, açmasını deyirəm. Yəni, şeirin yaranma tarixini deyirəm. Necə olub, şeir yaranıb. Musa Yaqub həyatının qaynar vaxtlarında, biraz musiqi də olsa həll olar. Bir qızı sevirmiş. Elə olub ki, bu qızı Musa Yaquba verməyiblər. Çünki də bəşi kəsb uşaqdır, müəllim işləyir. Onun nəyə var ki, onu verəsiniz? Qız da əhdindən dönüb, sözün əsl mənasında atasının anasına qulaq asıb, razılaşmayıb. Musa Yaqub ərə getməyib. Vaxt olub ki, Musa Yaqub Sovet dövründə gəlib İsmaildə Zəhmətkeş qəzetinin baş redaktoru işləyəndə həmən qızda 2 uşaqla ərindən boşanıb. İndi bu qıza deyirlər ki, bəs get də katibdən sonra o vaxtı Qəşəm Aslanov vardı, ruhu şad olsun. Bizim İsmaillərin partiya komitəsinin birinin katibi, o gətirmişdi Musa Yaqub ora. Qıza deyirlər ki, bəs ərindən boşanmışsan, 2 uşağın var, Atongildə döyürsən, özün də xadimə işləyirsən, kirayədə qalırsan. Get Musa Yaqubun yanına, rayonun rəhbəri, sənə bir iş versən, yazımsa işdə də, o vaxtda sən istəyib bu. Musa Yaqub da öz otağında oturub belə Zəhmətkeş qəzetini vərəqləyirmiş. Birdən katibəsi deyib ki, bəs Musa müəllim, bir qadın gəlib, sənlə görüşmək istəyir. Deyib, denən gəlsin. O vaxtlar köhnə bir qapılı vardı, redaksiyanın qapıları. Ay Allah, pis oldu. Belə açılır, görür ki, qəzetin üstündən belə baxır, görür ki, həyatının qaynar vaxtında istədiyi bir qız soluq şəkildə, bəniz şəkildə bunun görüşünə gəlir. Bax, onda şeir yazır ki, Ay, soğudum. Soğuq bağını, töküb barını, daha şıxdan salıb yarpaqlarını, soğudurub o çıraq yanaqlarını, qış olub üstümə niyə gəlmirsən? Of. Sən adlı o xanım xatını mənə, vermədin öz şahlıq taxtını mənə, qıymadın gül çiçək vaxtını mənə, qış olub üstümə niyə gəlmirsən? Məni həsrət qoyan ilk bəhərinə indi gəlib məni yada salıbmı? Gözünün alovu özgələrinə, saçının qırovu mənə qalıbmı? Qış olub üstümə niyə gəlmirsən? Gözəllik, neynədin o bəxşişini? Gəlmisən bəs